çözəmədik. Herkese salam, mən bu yine Səvicdə axşam vlogu tərzinə bir video çəkirəm. İndi videonun açılışını elədiyimizə görə onda videoya başlaya bilərik. Saat 5-də mənim məşğələm var və hələ saat 4-ün yarısıdır. Saçımı şəkilləndirməliyik, aksesuarlarımızı taxmalıyıq, makyaj eləməliyik, çantamı hazırlamalıyıq. Kombinimi də sizə göstərərəm. Mən sonra üstümə belə hırka yun köynək geymişəm belə deyək də və çox yumuşdur bu, çox sevirəm. Hava çox soyuqdur, yəni göstərim. Çox soyuqdur. İndi sizə geyindim kombinimi göstərəcəm. Üstümdə belə bir yun köynəyi var. Altımda da belə bir cin var. Mən də çox qəşəngdir. Cins şalvar deyildi, cin deməkdir. Ayaqqabılarım. Saçımı biraz şəkilləndirməliyəm. Əslində yağlanıb biraz. Amma yəni saçımı yummayacağam. Çünki hava çox soyuqdur və yusam o vaxta qədər çatdıramayacağam. Amma saçımı fenləyə bilərik məncə biraz. Yəni belə. Solkan bu tərəfə gedir. Bu niyə belədir? Neyse ona böyle şey yemin ben bunu düzəldəcəm. Əminəm. Ben bunu düzəldəcəm. Belə qalsın dedik. Əminəm sizə məşğələyə hazırlaşacağıq. Məşğələyə hazırlaşandan sonra birlikdə yol falan çəkərəm yəqin ki. Sonra oraya çatanda məşğələyə çatacağıq və mən canlı işlərə keçəcəm artıq. Yəni necə deyim sizə, canlı fiqurlar işləyəcəm artıq. Məsələn, müəllimim hansısa bir üçbucaq falan, üçbucaq deməyim, konus falan qoyacaq və mən onu çəkməyə çalışacağam. Konus falan qoymaya bilər. Əgər mənim fiqurları istəməsə, burun, dodaq, göz, qaş falan çəkə bilərəm, qulaq, belə şeylər. Nəysə, bu barədə çox həyəcanlıyım çünki ilk canlı işimi işləyəcəm və siz də buna şahid olacaqsınız mənimlə birlikdə. Neçə vaxt vlog gəlmirik çünki mənim məşğələlərim, dərslərim falan o qədər çox idi ki, məktəbdə də BSG həftəsi də özə çox çalışıram. Yəni ona görə hər şey yəni çox qarma-qarışıqdır. Yəni hər şey qarışıq bir-birinə məşğələlər, məktəb. Yəni heç sürədə yəni bir şey ki Məryəmlə və dostu Məryəmlə birlikdə getməyə vaxt ayırırıq ki, məsələn Məryəmlə vlog çəkmək istəyirəm mən bir bələnizdə Məryəmlə vlogda. Onu çəkməyə belə vaxt yoxdur da. Neyse inşallah alınacağını ümid edirəm. İnşallah elə bir vlogun gəlməsini düşünürəm. Çox danışmayaq, boş danışmayaq yəni. Makyajla başlayacağıq. Ən son saçımı eləyəcəm. Sonra əlimizi geyəcək, qalın geyməliyik. Hava dediyim kimi çox soyuqdur. Belə qara buludlar göz-gözünü basıbdır. Bir şey ki saat 5'te ve 5 değil ve ışıklar yandırmışım otağın. Neyse. Sizin saçımı yığmaq istəyirəm, amma yığmaq istəmirəm də həm də. Məsələn, yığıb saçımı soğuqan belə şəkilləndirib belə eləyə bilərəm və ya saçımı açıq da qoya bilərəm. Mən saçımı açıq qoyum. Öncə saçımı düzləşdirmədim əmininizi. Saçımı soğuqanımı öncə ayrı yığacam. Belə buradan yığacam. Allah'ım bu ne? Neyse bunu görmezler. Gəlsiz, siz bunu yok sayın. Ben bunu yine bura ve bu görsənməyəcək. Tamamdır. Belə daha yaxşı. İndi ütümüzü isinənə qədər biz də saçımızı falan darıyıb hissələrə ayıraq. Sonra da ya da aksesuarlarımızı falan taxaq. Amma aksesuarları taxsam saçımı düzləşdirəndə falan mənə mane olacaq. Bu da cəb niyə bura düşübsə artıq. Neyse, şimdi başlayalım. Bu arada bu vlog bir günlük vlog sayılmır. Yəni axşam tərəfi, yəni axşam vlog kimi adlandıracağım. Çünki onsuz saat 5'də məşğələ gedəcəm. Məşğələdən gəldikdən sonra sizə vloglayacağam, yəni evdə falan. Ona görə indi saçımı, bu arada saçımı V kəsdirmişəm. İndi düzləşdirəndə arxadan görünüşünü sizə göstərəcəm. Bu arada təzə highlighter fırçası almışam belə. Temudan almışdım. Mən də çox qəşəngdir. Bir də Temudan təzə halqa sırqa almışdım. İndi birazdan bunları taxacam belə. Saçımı belə şəkilləndirdim. Məncə qəşəng oldu. Kombinimi də bir dənə son dəfə boydan belə göstərim. Belədir. Məncə qəşəng oldu. Şərfi belə bağladım. İndi də atam gəlsin, maşını aparacaq. Ona görə kurtkamı falan da yəni çıxana geyinəcəm hələ tezdir.
İndi maşındayıq, atam aparır. Burada rəsm üçün təzə kağız qoyuram ki, çünki təzə işə başlayacağam. Oralar sizə 2x-nə izah edəcəm ki, çox Mənim telefonum rəsmində qaldığı üçün bu videolar Nurayın telefonuna çəkilibdir. Buradakı qız Aysun, digəri sarsaç olan Nuraydır. Suyu da seçir, indi çatlıcı su da seçir. Uşaqda bu çocukta bir gariplik var ama ne? Çözemedim. Sen necə kameradan qaçmağı bu işi görən insanlara saygısızlıq kimi görürəm. Nurayla burada Ruizi'dən dönər gözləyirik. Adam. Mən də. Ayranımız bizi gözlür. Sen Yasin'le mutluluk yaşıyor. Evet arkadaşlar, bugün de böyle bir model yaptık. Okula geç kalacağız. Umarım beğenirsiniz. Yore. Unpacking. Döner alanında bunu yedik. Dönerde sıra gözleyenler. Ya Allah. Temu'dan vurduğum Asmur videosu. Çok krem versin. Nuray çaysız Sabah dedi. Şokomela'yı. Zengin bilmez ki bu tadı. Abi zengin bu tadı bilmez ki. Sabah şokomellayı. Ayran. Qapının ağzında yemek yiyen Nuray. Ve dönerleri. Yemek! Ay canım seni çok özledim ben. Nuray çok acıktı. İndi biz dönərimizi yedik. Düz Nuray hələ orada devam edir dönər yeməyə. Biz Aysundan qutardıq yeməklərimizi. İndi işə başladıq. Mən dadağa keçmişəm. Sizə göstərim sizə. Bunu işləyəcəm. Aysun nə işləyəcəksən sən? Kameranı Aysun aslısına götürək. Bundan sonra Diyana'ya işletirəm. Oo, büyük başarı. Böyük irəliləyiş var. Arkada da rəsmlər var. Burada açıqma baxın, bu Temu'dan vurduğumdur. Prosta mənə böyükdür və mən alıb başına belə taxıram. Bu rəsm buna işləmişəm. Mən mənim işlədiyimi göstərəcəm insə. Mən elə quruluşunu işləmişəm. Belə bir şeylər. Necə qəşəng. Evet. Siz 2 saniyəlik burada qalın. Aysun yemir ama yiyecek. Aysun al. Şimdi kesin üstüne su içmeliyim ama suyum kalmadı. Bəs bunu görsəz, harda görsəz alınır. Bu çox tatlıdır, baxın mənə. İçərlə bu. Yok bir mantar. Bir mantar. TikTok'ta şöyle insanlar yemek bir yerde. Sefer insan etiketliyorum. Biz faiz hər bir yerdə TikTokda. Burada nerede? Instagram'da, YouTube'da var. Bizim mənim YouTube-um, mənim Instagramım var, əziz dostlar. Amma mən takip qəbul eləmirəm. Yalnız ətrafda, yəni tanışlar, məsələn, məşğələçi qızlar falan qəbul edirəm. Bu da Zəhradır. Həm məndən məşğələ gəlir, həm də YouTube-dan izləyicimdir. Canlar,
mən artıq evdəyəm. İndi əynimi falan dəyişəcəm, makyajımı birlikdə çıxaracağıq. Sonra pijamalarımı falan geyəcəyik, məktəb çantamı yığacağıq. Bəlkə sabah səhər də sizə biraz vloqlaya bilərəm ki, biraz vloq uzun olsun da və daha maraqlı olsun. Nəysə, ona mən indi pijamalarımı geyinim və gəlim. Və canlar belə pijamalarımı geydim. İndi isə gedirəm makyajımı çıxarmağa. Əmin aksesuarlarımı sizə bir yerdə çıxarım. Onsuz çox da aksesuar taxmamışam. Bir iki dənə sırqa taxmışdım və salam. Bir şey dedim, yəni bir dənə sırqa taxmışdım. Aksesuar qolbaq da taxmamışdım. Öz qolbağımı bunu da çıxarmam, şanslı qolbağımdır. Və salam bu qədər. İndi gedim makyajımı çıxarım. Sonra sizə bir yerdə kofe hazırlayaq və gələk televizora falan baxa bilərik. Bu arada Medcezirə başlamışam birinci bölümündən. 2 günə 6 bölüm Medceziri bitirmişəm. Böyük başarı. Zatka qoymuşam, atamın telefonunu çəkiliş edirəm, yəni iPhone 13-dən biraz çəkiliş dəyər, belə necə deyim, aksaqlıq varsa, yəni problem budur. Bugünkü güllər atamın anama aldığı hədiyyə idi. İnsanlar indi kofeyə biraz soyana qədər bizə məktəb çantamı birlikdə yığaq. Məktəb çantam da buradadır belə, aparaq otağa. Və canlarım, indi mən çantamı yığacağım. Çantamda sabahçı dərslərin cədvəlinə uyğun yığmalıyam. İndi baxaq, indi cədvələ baxmalıyam. Günlərim də bu arada budur. Bizim məktəbin günləri belədir. İndi baxaq. Mən kimya qoyacağım, hər birini qoyacağım. Bu arada parti yoldaşımla biz kitablarımızı bölürük. Yəni yarısını o gətirir, yarısını mən gətirirəm. Ona görə belə hissələrlə olur. Baxaq. Orada məşğələ çantamda bunlar qalıb. Makyaj əşyalar. Bunları da makyaj stoluma qoyarıq birlikdə. Hətta gəlin gedək bunları qoyaq, sonra yadımdan çıxır və qalır. Belə göstərim sizə. Bunlardır. İndi bura kipi qıvırcını qoyuraq. Dudaq karandaşını çəkməzəyə atırıq. Və çəkməzəyə atırıq. Ənliyi də bura qoyacaq bir dəqiqə. Ənlik də bura gedir. Bu tuju bura qoyacaq. Kipi qıvırcı bura, pomada da belə buralara bir yerə yerləşir. Və salam belə. Bunu ağzı açıq qalır belə bağlanmış. Bunu da belə bura yerləşdiririk. Və salam. Və canlar, mən məktəb çantamı falan yığdım. Bu arada telefon kalitəsi indi düzələ bilər. Çünki bayaq atamın telefonunu çəkirdim. Çünki öz telefonum zatkası qutarmışdı. Məşğələ seçmişdim, həm məktəbə telefon aparmışdım. Yəni telefonda həm də yer yox idi. Yəni mənim telefonumun yaddaşı 128 GB-dır, amma YouTube-a yüklədiyim videolar falan bu arada hamısı yer tutur və yəni ona görə həm də telefonda indirilmiş çoxlu videolar, 1 saat, 2 saatlıq videolar var telefonda indirilmiş ki, boş vaxtım falan olanda baxım deyə. Nəysə, çantamı falan yığdım, biologiyanı götürdüm, kimyanı götürdüm, hərbini götürdüm, yəni bu qədər idi. Öyrənməyə məşğələm falan yoxdur, məşğəllərimin hamısı 5-ci gündür. Dərs çalışma vlogu çəkmək istəyirəm inşallah sabahları. Sabahları dərs çalışma vlogu çəksəm, yəqin ki o da 6-cı günə falan gələr. Bu vlogu da çalışsam axşam tərəfə atım ki, məni izləyən, məsələn 5-ci, 6-cı və 7-ci sinif şagirdləri çox vaxt 2-ci sinifdən olurlar. Yəni ona görə çalışsam saat 6-7 arası bu vlogu atım. Onda da məşğələdə oluram, sadəcə tək problem odur. Nəysə belə, indi yəni çox işim qalmayıb dərsine, yəni sadəcə üzümdə makyaj qalıb, makyaj çıxarmalıyam, amma düşünürəm ki, yatanda çıxararam, yəni vlogu qutarana qədər istəyirəm ki, üzümdə qalsın. Bu arada biz normalda yeni əşyaların falan hamısını yığışdırmışıq, yəni yolkan falan hamısını yığışdırmışıq. Sadəcə bizim otaqda burada papaqlar və yeni yolkası, bir də bu kutu qalıbdır. Bu kutunun bu arada içində aksesuarların hədiyyə kutuları falan var. Makyaj stolunda yenə dediyim kimi dağınıqdır. Hətta çəkmədən bayağı dağınıqdır. Bunu düzəldək əslində bir yerdə. Yəni, bu çolka darağı da hesab çolkalarımı kəsirdiyimdən bəri mənimlə bir yerdədirlər. Yəni, belə bu daraq da bu arada çox qəşəng daraqdır. Belə. Taxma çipliklərim qalıb burada. Saçım lotos tokayına yığmaq istəyirəm. Sadəcə qış fəslinə uyğun deyil, yəni yığmıram. Normalda mənim ən sevdiyim aksesuar lotos tokalardır. Sicim də burada məni gözləyir, yatmağımı, yatanda bunu qucaqlayıb yatıram. Yəni, ən sevdiyim oyuncaqlarımdan biridir. Mən oyuncaqları bu arada çox sevirəm, hətta bağımlısıyam da. Sizə göstərə bilərəm ki, bir şey ki, uşaqlıq oyuncaqlarımın belə çox qalırdı, yəni. Məsələn, bu oyuncağı atam mənə 10 yaşımda hədiyyə eləmişdi və hələ də qalıbdı. Və hətta oxuyur. Papağı falan da var bu arada. Bunun çoxlu paltarlar falan var, hər biri qalıbdı. Sizə məsələn bacımın bura qoyduğu oyuncaq kolleksiyanı göstərə bilərəm. Bu Barbie'nin eynisi mavi saçlısı məndə var, amma iç qafdadır şu an. Arkada belə lol bebek var, bir ara dəbdə idi. Bunu mənimdir bu arada. Sonra bu Stitch'dir, bacıma hədiyyə eləmişdilər.
bayağı susadım. İndi gedirəm su içməyə. Kofe içəndən sonra həmişə susduyuram. Ev halı, pijamalarım. Məncə dünyanın ən qəşəng şeyidir pijamalarla evdə gəzmək. Çaşayıya pijamalarla gedə bilsəydik. Və canım vlogumuzun sonuna gəldik. Yəni axşam vloquydu. Çalışdığım qədər çəkməyə çalışdım. Yəni çox vaxt mən axşam vloqlarını eyni şeylərlə eləməyi xoşlamıram deyə ona görə vloqu çalışdım saat 5-dən başlatdım ki, rəsmə mənlə hazırlaşın, rəsmləşik qızlarla bir yerdə daha da maraqlı bir vloq olsun. İnşallah gələn zaletkamı 100 eləyəcəm. Alanımı açacağım, daha uzun bir vloq çəkəcəm. Ümid edirik, ümid edək. Yəni belə, yəni vloqu bağlayandan sonra da onsuz sabahlar yenə bir vloq çəkəcəm, dərs vloqu çəkəcəm. Yəni böyük ehtimal ingilis dili və ana dil məşğələlərimi böyük ehtimal sizlə birlikdə işləyərəm. Yəni bu qədərdir vloqum. Ümid edirəm video xoşunuza gələr. Başqa video və vloqlarımı görüşməyəcəm. Öpdüm, bay bay.